Görürəm, Quran olsun axşam saatlarında əksəriyyəti yox, 99% tələbələrdir bunlar. Və sizin yanınızda Astaradadır, qızını qoy Lənkəran Dövlət Universitetinə. Nə bilim, Gəncədədir, Tovuzdadır, Qazaxdadır, qoy Gəncə Dövlət Universitetinə. Yevlaxdadır, Kürdəmirdədir, Mingəçevir Dövlət Universitetinə qoyun. Qardaş, Naxçıvandadır, nəyə göndərsiniz bura Bakıya? Mən demirəm, Bakıda oxumaq qadağası, xeyr. Amma bu bəzi detallar var ki, xəbəriniz yoxdur. Bir gün dəyişin geyiminizi, gəlin gecə çıxın şəhərə. Görün nələr baş verir. Laf deyək biri, 20 yanvarda bir universitetin tələbə qızı var, yazmadığı adam qalmayıb. Özləri də əslində, laf belə deyək, aran zonasından. Ay valideynlər, qurban olum sizə, əziyyətlə malqara saxlayırsınız, toyuq cüzə saxlayıb, yumurta satırsınız ki, balanız oxusun. Yaxınlıqdakı onsuz da fərasəti olan, bacarığı olan, laf texniko diplomu ilə də olsa işləyəcək. Laf belə Lənkəran Dövlət Universitetinin də diplomu ilə də işləyəcək. Siz niyə bu bölgələrin universitetlərini belə aşağı səviyyədə görürsünüz?